Salam, bugünkü tortumuz 10 yumurtadan ibarətdir. 10 yumurtadan ibarət olan tortumuzu bugün dökürük. Sarılarını ayrı, ağlarını ayrı qaba ayırırıq. Ay, hiç satmıyor. Nə çalmağa başlayacağıq. Qabın içine əlavə etdikdən sonra 1-2 kimlik tuz əlavə edirik və çalmağa başlayırıq. Mikserimizin gücünü 6 dərəcədə qoyuruq və yıkayıq. Onu isə həzin ələyirik. 2 stəkan yarım un gedir. Bana yumurtaya 2 stəkan yarım un gedir. Bir qaşıq və 2 qaşıq nişasta, buğda nişastası əlavə edirik. Bir qabartma tozu əlavə etdik və çalmağa başladıq. Bir stəkan pesoğu az əlavə edirik. Çöplüyünün yatmaması üçün 5-6 dəhəməz dökə bilərsiniz. Ununuzu möhkəm ələyirik. Ona görə ki, biskvitimiz yüksək olsun, hündür olsun. Və yüksək dərəcədə məndə 250-də pişirir, sizdə bilmirəm neçə dərəcədə pişirir. Kəmbərimizin altına düzəldirik, salfetka qoyuruq. Salfetkanı ona görə qoyuruq ki, həm yüksək olur, ucu olur. Unumuzu ələliyik. Həzin çöpünü yaptık mayağa və həzin qarışdırırıq. 2 stəkan yarım un əlavə etmişik. 2 qaşıqdan nişasta, buğda nişastası. Kəmbərimizi doldurduq. Və dufulkaya qoyuruq. Mən stres çəkirəm. Həm hündürlük, həm yumuşaq olsun deyə. Bu da dufulkadan çıxışarır. Sizcə də necədir? Xoş izləmələr, sağ olun.